Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə first class functionlar və high order functionlar haqqında danışacağıq. Bunlar nədir? Bunları sizə izah etmiş olacağam. Sol tərəfi bağlayırıq buradan. Deməli, öncəki dərslərimizdə bunlar haqqında qısa-qısa məlumatlar vermişəm sizə. Hətta mən sizə deməli tədrisin lap başlarında, hardasa 10-cu dərslərdə falan funksiyaların dəyişən kimi, yəni daha doğrusu dəyişənin dəyəri kimi davrandığını demişdik. Yəni bu nə deməkdir? Hər hansı bir dəyişəni, məsələn, string olan ya da integer, yəni integer dediyim, yəni number olan deməli dəyərləri biz hər hansı bir dəyişənə təyin edə bilirik. Məsələn, const t deyirik, ona mənimsədirik 10 dəyərini və yaxud da ki, string olaraq salam dəyərini. Elə deyil bəlkə. Deməli, bunu dəyər kimi davranır da dedik bunlar. Funksiyalarda JavaScript-də dəyər kimi davrana bilir. Yəni nə deməkdir? Biz funksiyanı, hətta orada da göstərmişdim bunu sizə. Funksiyanı müəyyən bir dəyişənə dəyər olaraq verə bilirik. İndi gəlin bunu yazaq. Məsələn, const deyirəm bura. T deyək buna istəyirsiniz bu formada ya da istəyirsiniz gəlin birinci funksiya yazaq bir dənə aydın olması üçün, daha aydın olması üçün. Məsələn, sum funksiyası yazıram bura. Adından göründüyü kimi hər hansı bir ədədləri toplayacaq. Mən A, B yazıram sadəcə. Və bu return də eləyə bilər. Gəlin return eləyək. A plus B-ni return eləyəcək. Normal funksiya yazmışam, fikir verin bura. Bir funksiya yazmışam. Yəni bunu çağırıb parametr versəm, məsələn 2 ilə 3 versəm buna cavab olaraq mənə nə qaytaracaq? 5 cavabını qaytaracaq. Onu konsola yazıb görə bilər. İndi mən bunu samı hər hansı bir dəyişənə dəyər olaraq verə bilərəm. Yəni const, məsələn t deyirəm bura, fikir verin. Buna mənimsədirəm samı. Baxın, çağırmadım burada, fikir verin. Invoke etmədim burada, çağırmadım. Yəni bu formada yazmadım, parametr vermədim. İndi mən gəlib artıq t-ni funksiya kimi çağırıb ona parametr verə bilərəm. Hətta aşağıdan yazım aydın görsənsin. Baxın, t-ni artıq funksiya kimi çağırıb ona parametr verə bilərəm. A parametri istəyir məndən və b-ni istəyir. Məsələn, 2 və 3-ü verək bura. Ctrl S eləyəcəm. Bir şey olmayacaq. Nəyə görə? Çünki bu return eləmişik biz burada. Ctrl X eləyirəm bunu. CLC deyib buraya yazacağıq ki, görə bilək də bunu. Elə deyil bəlkə. Ctrl S eləyirəm. 5 cavabını bizim üçün konsola çıxarmış oldu. Baxın, burada əslində first class functionu, yəni buna first class citizen da deyirlər. Yəni birinci sinif vətəndaş. Bu formada da adlandırılır hətta. Funksiyalar JavaScript-də normalda bu formada davranır. Yəni biz bunları hər hansı bir dəyişənə dəyər olaraq mənimsədə bilirik. Mən burada sum funksiyası yazmışam. Burada gəlib sum'ı t dəyişəninə dəyər olaraq vermişəm. Və gəlib aşağıda mən t-ni artıq, fikir verin, funksiya kimi çağırdım və ona parametr olaraq 2, 3 göndərdim. Mənə cavab olaraq 5 cavabını qaytardı. Yəni bu funksiyanı işə salmış olduq. Aydındır. Bura qədər okey. Yəni funksiyanı dəyər olaraq deməli hər hansı bir dəyişənə verə bilirik. İndi dəyişənlər necə davranırdı? Məsələn, biz dəyişənləri hər hansı bir funksiyaya parametr olaraq göndərə bilirdik. Elə deyil bəlkə. Məsələn, A ilə B yazsaq burada, məsələn burada yazsam const D yazıram burada. Buna da mənimsədirəm 2-ni. Fikir verin. Bu D-ni də mən bura parametr olaraq göndərə bilirəm də bu formada. Deməli, dəyər olaraq dəyişənlərə hər hansı bir şey mənimsətdiyimiz zaman onu biz funksiyalara parametr olaraq göndərə bilirik. Və yaxud da ki, burada fikir verin. Məsələn, burada hər hansı bir şey yazıb onu geriyə return eləsək, baxın hətta yazıram. Const total deyirəm. Buna mənimsədirəm A plus B-ni və gəlirəm aşağıda mən totalı nə edirəm? Geri qaytarıram. Eyni nəticə çıxacaq da yenə bizim üçün. Elə deyil bəlkə. Baxın, burada mən nə etdim? Const adında dəyişən təyin etdim. Burada ad verdim, adlandırdım. Ona dəyər olaraq A plus B-ni göndərdim. Yəni A ilə B nə gəlsə, onları toplayacağıq, totala mənimsədəcəyik və totalı geriyə qaytardıq. Fikir verin. Total burada nədir? Dəyişəndir. Onun dəyəri var. Dəyəri nədir orada? Hər hansı bir number'dır da. Yəni integer da deyə bilərsiniz, number da deyə bilərsiniz. Number'dır. Biz deməli number'ı return eləyə bildik. Hər hansı bir funksiyadan geriyə return eləyə bildik. First class functionlarda baxın, eyni ilə bu dəyərlər kimi davrana biləcək. Dəyişənlərə təyin olunan dəyərlər kimi davrana biləcək. Yəni biz normalda bir number'ı, ədədi, rəqəmi, hətta bu formada, daha sadə formada deyim, hər hansı bir ədədi, rəqəmi, string ifadəni, true və ya false-u Boolean tipində olanlarda, yəni return eləyə bilirik də funksiyalardan, elə deyil bəlkə. Funksiyaların özünü də hər hansı bir funksiyadan return-dən geriyə qaytara bilərik. İndi onu da göstərəcəm sizə. Və yaxud da ki, biz hər hansı bir number-ı, rəqəmi, ədədi, nə bilim, demək string ifadəni, daha sonra Boolean ifadəni nə edə bilirdik? Hər hansı bir dəyişənə dəyər olaraq verə bilirdik. Elə deyil. Eyni ilə funksiyaları da
hər hansı bir dəyişənə dəyər olaraq verə bilirik. Burada da bunu etdik, fikir verin. T-yə sum funksiyasını dəyər olaraq mənimsətdik. Aşağıda gəldik, bu t-ni funksiya kimi çağırdıq. Burada d-ni, baxın, göndərdik buna parametr olaraq, yəni d2-dir də, gəlib burada 2 oturacaq. 2, 3 parametr olaraq bu t funksiyasına göndərildi. T funksiyası nədir? Sumdur da, elə deyil. Gələcək bu sum'ı işlədəcək. Burada nə olur? Total təyin etmişik, a plus b, yəni 2 plus 3 neçə olur? 5 cavabı və həmən 5-i biz geriyə qaytarmış olduq. Aydındır? Eyni ilə indi biz az sonra yazacağıq. Bu total yerində funksiya geriyə return eləyəcəyik. Aydındır? Və yaxud da ki, bura parametr olaraq d göndərdik biz, dəyişən olaraq d göndərdik. Bunun dəyəri nədir? Number-dır, elə deyil. Amma biz bura dəyəri funksiya olan hər hansı bir şeydə göndərə biləcəyik. Və yaxud da ki, funksiyanın özünü birbaşa, məsələn, sum'ı t-yə mənimsətmədən də sum'ın özünü birbaşa deməli parametr olaraq göndərə biləcəyik. Aydındır? Yəni hələ ki bura qədər başa düşməli olduğumuz məsələ odur ki, çətin bir şey deyil. Baxın, çox sadədir. Stringlər necə davranmır? Yəni ümumilikdə stringlər, daha sonra deməli numberlar necə davranmır? Funksiyalarda o formada davrana bilir. Hər hansı bir funksiyaya parametr olaraq göndərilə bilir və yaxud da ki, hər hansı bir funksiyadan geriyə return oluna bilir və yaxud da ki, hər hansı bir dəyişənə dəyər olaraq mənimsədilə bilir. Aydındır. Bu üçünü yadınızda 3 oldu, 4 oldu, bilmədim. Bunu yadınızda saxlasaz kifayət eləyəcək sizə. Yəni eyni ilə baxın, bu ifadəni görəndə sadəcə bunu bilin ki, stringlər, integerlər necə davranırsa, yəni numberlarda necə davranırsa, deməli kodlar içərisində funksiyalarda sanki onlar kimi davranmış olacaq. Yəni bu dediyim, bu 3 dediyimlə də, yəni geriyə return eləməklə bağlı, parametr olaraq göndərilməklə bağlı və hər hansı bir dəyişənə dəyər olaraq mənimsədilməklə bağlı. Aydındır? Bu üçünü funksiyalarda edə bilir. Bunlara da first class functionlar deyirik biz. İndi gəlin bu first class functionu yazdıq. Baxın, bunu buradan silirəm, bu konsolu silirəm buradan. Bu d-ni də silirəm. Sadəcə sizə göstərmək üçün yazmışdım. Bu total içəridə qalsa olar, onun bir zərəri yoxdur. İndi mən gəlib nə etmək istəyirəm? Bu hissəni başa salmaq istəyirəm. High order functionlar. Bəs bunlar nədir? Biz indi dedik ki, fikir verin. Dedik, hər hansı bir funksiyanı normal integerləri necə parametr kimi göndərmirik. Hər hansı bir funksiyanı da, first class functionu da hər hansı bir funksiyaya parametr olaraq göndərə bilirik. Yəni, mən sizə demişdim ya, allowance church-ün, baxın, hətta yazıram bura. Allowance church-ün, yenə bunun adını səhv yazdıq biz. Allowance church-ün, baxın bunu. Bu insan nə etmişdir riyaziyyatçı? 1936-cı ildə dedik ki, riyaziyyatda olan funksiyalarla yoxlamışdı bunu. Funksiyaya bir funksiyanı parametr olaraq göndərmişdi. Günümüzdə bu funksional proqramlaşdırmada özünü necə büruzə verdi? Hər hansı bir function yazırıqsa, o müəyyən bir proses icra edir, elə deyil. Bir var ki, həmən prosesdən çıxan nəticəni mən göndərim hər hansı bir funksiyaya parametr olaraq. Bir də var ki, həmən prosesin özünü göndərim. Aydındır? Prosesin özünü biz parametr olaraq göndərə bilirik. Bunlar da high order functionlar olacaq. Yəni, o funksiyanı parametr kimi qəbul edən funksiyalar hansılardırsa, onlara biz deyəcəyik high order functionlar. Aydındır? Bunlar da normal, yəni qeyri-adi yazılışda olan bir funksiyalar deyil. Normal funksiya ilə yazırıq bunu biz. Sadəcə fərqi odur ki, funksiyanı da parametr olaraq qəbul edə bilir və yaxud da ki, burada totalı geriyə return edirik. Amma bu high order functionlar funksiyanı da geriyə return edə bilir. Aydındır? Bu bunun nəzəri hissəsi. İndi gəlin artıq praktik hissəsinə keçid alaq. Ctrl S verirəm. Baxın, gəlin burada hər hansı bir funksiya yazaq. Məsələn, funksiya yazıram bura. Method 1 deyəcəm adına. Yəni adlandırmalara çox da önəm verməyəcəm. Bu məndən parametrlər qəbul etsin. Baxın, A parametri qəbul etsin, B parametri qəbul etsin. Bir dənə məsələn metod adında bir parametri qəbul etsin. Baxın, bu şərti addır. Yəni bura mən D də deyə bilərəm. Aydındır? Baxın, D də deyə bilər. Hətta D deyə qalsın qoy, metod deməyim. İndi mən gəlib nə edirəm burada? Bu D-yə parametr olaraq, daha doğrusu D-ni dedik ki, biz funksiya kimi görəcəyik. Yəni burada funksiya kimi istifadə edəcəyik. Mən də nəzərimdə tutmuşam ki, bu D hər hansı bir şeyi return eləyəcəkdir, aydındır. Ona görə mən burada const deyirəm, məsələn. Const deyirəm, məsələn, response deyəcəm buna. Response yazaq bura. Bu D-dən, baxın, qayıdan nəticəni bu response-da tutacam mən. Fikir verin. Amma bu D özü, baxın, burası biraz qarışıq gələ bilər, amma yavaş-yavaş izah etməyə çalışacağam. Baxın, bu D özü, burada bu metod 1-ın aldığı parametrləri özü parametr kimi qəbul edəcək. Yəni, A ilə B-ni bura göndərəcəm mən. Fikir verin. Bu A, bu A-dır, bu B-də, bu B-dir. Fikir verin. Bu D-də, bu D-dir. Amma bu D mənə funksiya kimi gələcək, bu metod 1-ı çağırdığım zaman. Aydındır? Deməli, bu D-yə mən indi sum'ı göndərəcəm də bura. Hətta bunu da
Buradan silək, dəyişəni də təyin etməyək. Bu formada qalsın. 2 dənə funksiyamız var. Bir sum funksiyamız var, bir də ki metod one funksiyamız var burada. Metod one funksiyamız nə edir? A, B, D parametrlərini qəbul edir. Amma burada bu D-ni burada funksiya kimi yazdığımız üçün bu D-ni artıq biz bilirik ki, bizə gələndə funksiya olacaq. Onu funksiya kimi çağırdıq ona görə burada. Metod one-a gələn ilk parametrlərdə bu D-yə parametr kimi göndərdik. Bundan müəyyən bir nəticə bizə geri qayıtdı, elə deyil. Sonra gəlirəm, hələ ki sadəsini yazıram, responsu geriyə qaytarıram. Sadəcə responsu qaytarıram. İndi bunu zəncirlənməsini də göstərəcəm sizə. İndi gəlib nəyi çağırmalıyam mən? Fikir verin. Metod one-ı çağırıram burada. Metod one-ı çağırıram burada. Məndən nə istəyir? A istəyir, B istəyir və D istəyir. Fikir verin. Mən A olaraq 2 göndərirəm. B olaraq 3 göndərirəm. D-ni artıq funksiya göndərməliyəm. Fikir verin. Çünki burada funksiya kimidir. Baxın. Ona görə də mən bu sum'ı göndərirəm bura funksiya kimi. Baxın. Sum'ı göndərdim bura funksiya kimi. Fikir verin. Ctrl S eləyirəm, nəticə çıxmayacaq bizim üçün. Niyə görə? Səbəbi nədir? Biz yekun nəticədə topda gəlib hara dayanırıq? Metod one-a, elə deyil. Metod one özü return eləyir. Fikir verin. Ona görə biz bunu konsolda yazmalıyıq. Və yaxud da ki, gəlib bu return-ı da saxlasaq burada konsola yaza bilərik. Məsələn, gəlib onu yazaq, sonra digərini göstərim. Responsun özünü konsola yazaq. 5 cavabı qayıtdı mənə. Fikir verin, 5 cavabı qayıtdı. Necə oldu 5 cavabı qayıtdı? Gəlin onu izah edeyim. Baxın, biz metod one-ı burada çağırdıq, elə deyil. 2 və 3 parametrini göndərdik. Deməli, 2 gəldi, yerləşdi hara? Bu A-nın içərisinə, elə deyil. 3 gəldi, yerləşdi hara? Bu B-nin içərisinə. Bu sum-da, baxın, buradakı sum-dır. Baxın, bu sum funksiyasıdır. Bunu bura parametr kimi göndərdik. O da gəlib yerləşdi nəyin içərisinə? D-nin içərisinə. Fikir verin. İndi bu D-ni mən funksiya kimi burada çağıranda, bu D-nin yerində nədir burada? Sum deyil. Belə çıxır ki, bu funksiya çağırılacaq da. Elə deyil. Yəni bu funksiyanın içərisində, metod one-ın içərisində sum funksiyası çağırıldı. O da baxın, sum funksiyası da parametr qəbul edir. A və B. Bunlar da şərtidir. Bunlar, yəni bu A ilə bu A-nın ya da bu A-nın eyni olması burada vacib deyil. Çünki fərqli dəyişənlərdir. Bu A ilə bu A eyni şey deyil. Amma baxın, bu A ilə, fikir verin, buradakı A ilə, buradakı A eyni A-dır. Buradakı B ilə, buradakı B eyni B-dir. Amma buradakı A ilə bunlar eyni deyil. Ya da buradakı B ilə bunlar eyni deyil. Aydındır? İndi bunu təmizləyək ki, sonra qayıdaq bura. Baxın, dedik ki, bu 2 gəldi, yerləşdi bu A-nın yerinə, 3 gəldi, bu B-yə yerləşdi, sum da gəldi, bu D-yə yerləşdi, elə deyil. İndi mən sum'ı, yəni D-ni burada funksiya kimi çağırdım. Yəni bu sum'ı çağırdım da funksiya kimi. Parametr olaraq A, B, yəni burada metod one-ın özündən gələn parametrləri ona parametr kimi göndərdim. Həmən funksiyaya parametr kimi göndərdim. Onda nə olacaq? Gələcək buradan çıxacaq bura, elə deyil. Bu funksiyanı icra eləyəcək. A mənə neçə kimi gəldi? 2 kimi, elə deyil. Burada 2 olacaq, burada da 3 olacaq. İndi yaza bilsək. 3 oldu burada. Total nə olacaq? A plus B, yəni 2 plus 3. Totalımız nə oldu? 5, elə deyil. Bu funksiya, baxın, bu sum funksiyası geriyə return elədi. Nəyi? Gələn parametrlərin cəmini, totalını, elə deyil. Burada da dedi, indi qayıdır harda çağırılıb? Burada çağırılıb da, fikir verin. D adı ilə çağırılıb, amma biz sum'ı göndərmişik ona. Aydındır? İndi gəlirik bura. Bunun nəticəsi nə olacaq deməli? 5 olacaq da. Deməli 5 bu rəsəm mənimsədiləcək. Responsa mənimsədiləcək. Mən gəlib burada konsola responsu yazdığım zaman son nəticə respons nə idi? 5. Həmən 5-i konsolda görmüş oldum. Fikir verin. Amma burada fikir verin, nə oldu? Metod one-ımız həm burada number qəbul etdi. Burada da number qəbul etdi, amma burada funksiyanı parametr kimi qəbul etdi. Mən sizə demişdim, o Alonso Church'un funksiyalarını izah etdiyim zaman dedim ki, görün nə qədər gözəl yanaşmadır. Bir var, nəticəni biz demək alaq, sonra parametr kimi göndərək. Bir də var ki, nəticənin, daha doğrusu prosesin özünü, bir var prosesdə nəticəni alaq, parametr kimi göndərək. Yəni bunu məsələn, sum'ı burada çağıraq, ona dəyişənləri verək, daha doğrusu parametrləri verək, hər hansı bir dəyişənə mənimsədək, onu göndərək bura. Burada responsun yerinə birbaşa yerləşsin. Bir də var ki, mən prosesin özünü göndərdim parametr kimi. Fikir verin. Sum'ın özünü parametr kimi göndərdim. Nəyə? Metod one-a. Fikir verin. Və metod one-ın içərisində D olaraq yazdığım funksiya əslində bu sum funksiyası oldu. Çünki sum'ı göndərmişəm parametr olaraq. Başqa funksiya yazsam burada, onu parametr kimi göndərsəm bura, sum yox. Məsələn, burada S funksiyası yazsam, bu S-i bura funksiya olaraq göndərsəm, artıq burada çağırılan D bu S-ə gedəcək. Yəni, burada D çağırdığımız zaman gedəcək bu S-i icra eləyib qayıdacaq geriyə. Aydındır? Məsələn, hətta gəlin yazaq, funksiya yazıram. S funksiyası yazıram, elə adına bir şey yazmıram. Fikir verin, bu parametr alsın, almasın heç. Sadəcə nə etsin? Return eləsin nəyi? Salam sözünü.
Baxın, salam sözünü return eləsin. İndi burada siz düşünün. Mən yazıram, amma siz düşünün nələr dəyişməlidir. Mən dəyişdirirəm sizin üçün. Baxın, burada artıq bu s-i mən burada göndərdimsə parametr olaraq. S nədir? Parametr qəbul etmir, fikir verin. Sadəcə return eləyir salamı. Onda belə çıxır ki, bu d-yə parametrlər göndərməyin bir mənası yoxdur. Bunları göndərmirəm. Hətta bunları da metod vana da parametrlər göndərməyin mənası olmadı. Bunları da silirəm, sadələşdirirəm. Bunu da sildim buradan. Fikir verin. Ctrl S eləyirəm. Salam cavabı çıxdı mənim üçün. Bu necə oldu? Yaxşı. İndi gəlin buna baxaq. Mən metod vanı burada çağırmışam. Buna parametr olaraq S-i göndərdim. S nədir? Funksiyadır. Prosesin özünü parametr olaraq göndərdim metod van funksiyasına. Yəni D-nin yerində gəldi S yerləşdi artıq. Mən D-ni funksiya kimi çağıranda sanki burada S çağırdım. Sanki ha. Baxın, sanki S çağırdım burada. Aydındır. Amma mən burada S-i mənimsətdim də, yəni parametr kimi göndərdim, onu da D kimi tutdum burada. D-ni çağırdım. Burada çağırılma zamanı gedəcək bu S icra olunacaq. Geriyə nə edəcək? Return edəcək salamı. Salam gəlib yerləşəcək resin içərisinə, responsun içərisinə və konsola responsu yazdığım zaman salam cavabı bura çıxır. Fikir verin. Burada nə oldu? Bu funksiya parametr kimi göndərilə bildi. S-i müəyyən bir funksiyaya parametr kimi göndərdim. Bu oldu first class function. Aydındır. Amma burada metod one isə height order function oldu. Niyə görə? Çünki bir funksiyanı parametr kimi qəbul edə bildi. Aydındır. Ona görə height order function deyirik buna. Üst səviyyəli funksiya deyirik də sanki buna. Okay? İndi gəlib burada bir növbəti mərhələyə baxaq. Biz dedik ki, height order functionlar həm də bir funksiyanı return eləyə bilir. Yəni normalda bir dedik ki, number-ı return eləyə bilir də. Məsələn, burada string return eləmişik, fikir verin. Burada total nə olacaq? Number olacaq. Number-ı return eləmişik. İndi dedik ki, height order functionlar özləri isə müəyyən bir funksiyanı da return eləyə biləcək. O return olunan funksiya olacaq first class function, return eləyən funksiya olacaq height order function. Aydındır? Bunu qarışdırmayın bax. Yəni burada metod one-ımız oldu bizim, hələ ki parametr üzərindən desək. Metod one-ımız oldu height order function, s funksiyamız, sum funksiyamız oldu nə? Yəni bura parametr kimi göndərdiyim halda oldu first class citizen oldu sanki. First class vətəndaş oldu. First class function oldu. Aydındır? Bu belə. İndi gəlin bunları comment sətr eləyə istəyirsiniz. Ctrl-C eləyirəm, Ctrl-K-C eləyirəm. Bunlar qalsın burada. Gəlirəm aşağı. Yapışdırdım bura. Burada nə etmək istəyirəm mən indi? Bu S-i buradan silsək olar. Bizə lazım deyil. Hal-hazırda bu konsolu silirəm. Çünki return eləyəcəm mən. İndi mən nə etmək istəyirəm? Hər hansı bir funksiyanı return eləmək istəyirəm. Məsələn, return yazıram bura. Funksiya yazıram bu formada. Adsız yazsaq olar. Birbaşa funksiya yazıram elə. Bu nəyi return etsin? Bu resi return etsin. Baxın. Ya da istəyirsiniz konsola yazaq hələ ki. CLC deyirəm. Baxın. Responsu burada konsola yazdım. Bu responsu burada konsola yazmış oldum. Aydındır. İndi bunu Ctrl-S eləsəm, baxın bizə deməli error gəldi. Çünki S vermişik biz. S göndərməməliyik. Sumla işləyirik. Baxın, sum'ı göndərməliyik bura. Sum'ı göndərdiyim bir nəticə çıxmadı bizim üçün. Səbəbi nədir? Gəlin burasını izah edeyim sizə. Sonra bir növbəti addım izah edəcəm. Metod vana sum'ı nə etdim? Funksiya olaraq, daha doğrusu parametr olaraq göndərdim. Funksiyanı parametr kimi göndərdim. Bu oldu first class function. Bu oldu height order function. Yəni parametr kimi qəbul etdi. Sum gəldi D-nin yerinə yerləşdi. D-ni funksiya kimi çağıranda əslində sum'ı çağırmış oldum da mən burada. Responsa bunun cavabı mənimsədiləcək. Təbii ki, burada biz parametrlər də göndərək də buna, elə deyil. Gəlin burada göndərim hətta. Bunu da eləyə bilərik. 2-3 burada göndərirəm. Ctrl-S edirəm. Baxın, 2-3'ü burada göndərdim. Gəldi bu sum'ı icra elədi. Nə oldu? Cavab olaraq 5 qaytardı mənə, elə deyil. Responsa yerləşdi 5, elə deyil. Respons artıq oldu 5. Amma burada fikir verin, metod one özü nə eləyir burada? Bir return eləyir. Return olunan nədir? Funksiyadır. Bu funksiya nə iş görür? Konsola responsu yazır. Ona görə mən metod one'ı burada sadəcə sum'ı parametr kimi qəbul edib çağırdığım zaman bunu yazma. Çünki bu özü də bir return eləyir funksiyanı. Funksiyanı return eləyir. Ona görə mən bura gəlib belə bir şey yazsam, baxın. Bura qədər, baxın, bura qədər bu funksiyadır da, baxın, bu funksiyadır. Bura qədər. Çünki metod one return elədi nəyi? Bu funksiyanı. İndi mən bu funksiyanı da bir dəfə də çağırıram burada, invoke eləyirəm, 5 cavabını qaytarır mənim üçün. Fikir verin. Burası biraz qarışıq gələ bilər, təkrar deyirəm sizə. Baxın, metod one-a mən sum funksiyasını, bunları da yaxınlaşdıraq ki, uzaq görsənməsin. Bu sum'ı göndərdim nəyə? Metod one-a parametr olaraq burasına qədər bilirik. Burası okeydir. Gəlir bu sum yerləşir D-nin yerinə. D-ni funksiya kimi çağırdıq. 2-3 parametrlərini göndərdik, fərqli rəqəmlərdə göndərə bilərsiniz. 2-3 gəldi bu A-nın B-nin yerinə yerləşdi. Total oldu 5 və totalı geriyə qaytardı bu sum funksiyası. Yəni burada D funksiyası D qaytaracaq geriyə nəyi?
totalı. Total nə oldu? 5. Response artıq oldu 5. İndi gəldi, buradan çıxdı da artıq elə deyil. Gəlir aşağıya. Bu return hansı funksiyanın returnudur? Bu metod one-ın. Metod one özü geriyə funksiya return elədi. Fikir verin. Funksiyanı geriyə qaytardı. Artıq bu funksiyanı icra eləməliyəm ki, bu funksiyanı çağırmalıyam ki, bunun içərisi icra olunsun da. Bunu mən bura yazmayanda, baxın, bura yazmayanda sadəcə bu nə olur? Return eləyir geriyə bu funksiyanı. Hər hansı bir dəyişəndə tutub onu da funksiya kimi çağırmaq olar. Məsələn, gəlin yazaq istəyirsiniz. Const deyirəm, məsələn, t deyirəm buna. T yazdım, elə deyil. Sonra gəlirəm bura, t-ni funksiya kimi çağırıram. Ctrl S edirəm. Baxın, 5 cavabını qaytardı mənə. Niyə görə? Bu yazılışda hətta daha sadə görünür. Niyə görə? Çünki metod one özü bu funksiyanı geriyə qaytardı. T artıq oldu bu funksiya. İndi mən bu funksiyanı, baxın, bu funksiyanı burada çağırmış oldum da. Aydındır? Yəni dedim ki, sən nədirsə o, onu yaz. Aydındır? Responsu yazdı konsola. 5 cavabını qaytardı. Bu formada da yaza bilərsiniz və yaxud da ki, hətta bu yuxarıda qalsın, Ctrl-KC eləyirəm. Burada qalsın, bu formasına da baxarsınız. Buraya yapışdırıram. Buraya yapışdırmayacaqdım. Çox hamısını yapışdırdım mən. Bunu yapışdıracaqdım. Ctrl-C eləyirəm. Ctrl-V eləyirəm. Ctrl-K eləyib açırıq bunu. Baxın, bunları silirəm buradan. Bu t-ni də silirəm buradan. Sadəcə burada bunun özündə çağırıram bunu. Yəni bu yazılış sizi qorxutmasın. Bir funksiyanın ardına bir dənə də niyə çağırma yazırıq biz. Bura qədər dedik ki, gəlir bu return eləyir bu funksiyanı. Bura qədər, baxın, bura qədər olan hissə bu funksiyadır. Funksiyanı da işə salmaq üçün onu çağırmaq lazımdır. Onu sadəcə çağırdım burada. Aydındır? İndi gəlin məsələn bunun içərisində biraz da çətinləşdirək ki, çətinləşdirməyək əslində. İst-istə iç-içə olur da, nested olur. Yəni iç-içə keçib gedir. Aydındır? Zəncirlənmiş olur. Biz bu zəncirlənmə prinsipini çox yerdə görmüşük, protolarda falan gördük. Burada da eyni qaydadır. Funksiyaların zəncirlənməsidir də sanki bu. Yəni necə? Arda-arda düzülür. Return eləyirəm nəyi? Bir dənə də funksiyanı. Baxın, bir dənə də funksiyanı return eləyirəm. Bunun içərisinə yazıram konsolu. Ctrl S eləyirəm. Baxın, bunda da artıq işləmədi. Niyə görə? Səbəb nə oldu? Bura qədər oldu nə? Bu return. Yəni bu funksiya oldu, elə deyil. Bunu funksiya kimi çağırdım. Bu funksiyanın returnu nədir? Bu. Artıq bu da geriyə funksiya qaytardığı üçün, baxın, bu return artıq bu funksiyanındır. Amma bu return metod one-ındır. Aydındır? Bu funksiyada geriyə funksiya qaytardığı üçün mən bunu da gəlib burada belə çağırmalıyam artıq. Ctrl S edirəm, 5 cavabını qaytarır bizim üçün. İndi bunu, baxın, bunu silib buradan təzədən içərisində return yazıb funksiya yazsam, sadəcə bir dənə də bura formada əlavə edəcəm. Və yaxud da ki, ayrı-ayrı dediyim kimi dəyişənləri də təyin edə bilərsiniz. T olmadı, burada T-yə təyin etdik. Sonra bir dənə də məsələn D-yə təyin edərsiniz, C-yə təyin edərsiniz. Artıq onu funksiya kimi çağırarsınız. O da mümkündür, aydındır? Yəni onu da yaza bilərsiniz. Amma bu formada da yazılışları bilməyimiz yaxşıdır. Yəni bu formada yazılış görəndə qətiyyən belə deyim də qorxmayın. Yəni bilin ki, məntiqi bu dərsində. Deməli bu bizə geriyə bir funksiya qaytarır. O funksiyanı çağırırıq təkrardan və bu da geriyə funksiya qaytardığı üçün onu da çağırırıq ki, nəticəni görə bilək. Aydındır? Hə, məsələn burada gəlib return desək, bir dənə də return desəm, return deyəcəm. Baxın, return deyirəm, sadəcə responsu geriyə qaytarıram. Baxın, Ctrl S edirəm, nəticə çıxmayacaq. Niyə görə? Çünki artıq bu özü də return elədi. Onda gəlin mən burada nə etməliyəm? Const deyirəm, məsələn burada dəyişən adı T var, T yoxdur məncə, T yazaq. Baxın, T yazdım, elə deyil. Sonra gəlib bu T-ni konsola yazmalıyam artıq. Fərqli-fərqli yazılışlardır da, yəni. Aydındır, yəni burada da bu funksiya artıq return elədi nəyi? Responsu. Responsun da dəyəri nə idi? Bu sum funksiyasından gələn nəticə. Yəni D kimi çağırdıq da biz bunu burada. O nəticə idi. Onu geriyə qaytarmış olduq. Yəni iç hissədə bu formada yaza bilirik. Amma indi bunu sadəcə göstərdim ki, sizə bu iç hissə yazılışlar mümkündür. Amma əsas məsələ nəyi bilməlisiniz? Ctrl S eləyirəm bunu. Əsas məsələ bunu bilməlisiniz ki, Ctrl K eləyirəm, açıram, Ctrl S eləyirəm. Əsas məsələ bunu bilməlisiniz ki, bir first class functionları dedik ki, normal, yəni integerlər falan necə davranırsa, dəyişənlərə təyin olunmada falan ya da parametr kimi göndərilmədə, funksiyalardan return olunmada, first class functionlar da o formada davranacaq. Aydındır? Data kimi davranacaq da, belə deyə bilərik, hətta data kimi davranacaq. Amma high order funksiyonlar isə həmin funksiyaları parametr kimi qəbul edəcək və yaxud da ki, bir funksiyanı geriyə return eləyəcək. Bunlar da olacaq high order funksiyonlar. Aydındır? Belə, yəni bu iki anlayış bu formadadır. Mən ən sadə formada izah eləməyə çalışdım sizə ki, sizdə qaranlıq nöqtələr qalmasın. Hətta burada da qarışıq formasını da göstərdim ki, sizə. Yəni bu formalardan da ola bilər də hardasa rastlaşasınız, hər hansı bir yerdə, imtahanda, müsahibədə falan hardasa rastlaşasınız. Burada da yəni bilin ki, yəni ardıcıl bu yazılışlar başqa şeydir. Amma baxın bu formada yazılış, bunun içərisində yazılan funksiyalar o fərqli bir şeydir. Onu da inşallah gələcəkdə sizə izah edərəm. İF
olmalıdır səhv eləmirəmsə, o funksiyalar adlanır. EFF funksiyaları adlanır. Yəni özü-özünü çağıran funksiyalar deyə bilərik də, öz dilimizdə deyək. İngilis dilində özümüzə zülm veririk. Özü-özünü çağıran funksiyalar deyə bilərik. Onları da gələcəkdə izah edirəm. Onlar fərqli şeydir, amma bu formada çağırılan funksiyanın ardına yazılanda bunlar artıq fərqli olur. Yəni bu bir funksiya geriyə return eləyir, ona görə bunu da funksiya kimi çağırdıq burada. Bu özü də geriyə funksiyanı return elədiyi üçün bunun özünü də funksiya kimi çağırdıq burada. Aydındır? Hə, deməli bu artıq nəsə geriyə bir datanı return elədi, stringdir, number'dır, nədirsə onu return elədi. Ona görə burada T kimi tutdum onu və konsolda T kimi yazdım burada. Və konsolda salam cavabı gəlib çıxır. Salam cavabı daha doğrusu buradan gəlir. Burada da nə olacaqdı? 5 cavabı gəlirdi də, responsun yerinə elə deyil. O gəlib yerləşirdi. Bu qədər. Yəni first class functionlar və high order functionlar haqqında bu qədər. Növbəti dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.